Salam, hər vaxtınız xeyir olsun. Mən İnnovativ Təhsil Mərkəzinin Kimya və Biologiya üzrə təlimçisi Səidə Məmmə. Bu gün sizə genetika mövzusunun qısa və asan şəkildə izahını verəcəm. Birinci olaraq biz monohibrid çarpazlaşma mövzusunu izah veriləcək. Monohibrid çarpazlaşmanı keçməmişdən qabaq ilk olaraq sizə genetika mövzusunda istifadə olunan qısa terminlərdən izahını verəcəm. Burada birinci olaraq böyük hərflə işarə olunan hərflər dominant mənasını verir. Yəni, dominant dediyimiz zaman üstünlük deməkdir. Dominant genlər, dominant əlamətlər böyük hərflə işarə olunur. Kiçik hərflər isə resessiv əlamətlər, yəni gizli qalan əlamətlər işarə olunmuş olur. Daha sonra bu işarə dişi mənasını verir və açılışı isə əlində güclü tutan qadın deməkdir. Digər bir işarə isə bu erkək işarəsidir. Ox atan oğlan mənasını vermiş olur. Monohibrid çarpazlaşma zamanı monohibrid nə deməkdir? Mono bir, hibrid isə bir əlamətə nəzərən çarpazlaşma. Yəni bu zaman biz bir əlamət nəzərdə tuturuq. Rənginə, görünüşünə, hər hansısa bir dənə olan əlamətinə nəzərdə tuturuq. Burada əsasən biz Mendeldən söhbət açılır və Mendel monohibrid çarpazlaşma zamanı ümumiyyətlə çarpazlaşmalarını noxud bitkisinin üzərində aparmışdır. Çünki noxud bitkisində öz-özünə tozlanma gedir və onda əlamətə daha rahat şəkildə büruzə verilir. Buna görə də əsasən noxud bitkisinin üzərində çarpazlaşma aparılır. Burada böyük ya kiçik A heterozigot deməkdir. Heterozigot bəs nədir? Heterozigot 2 dənə qamet verdiyi üçün, yəni biz burada nəsildə parçalanma verir. Nəsildə parçalanma dediyimiz zaman nəyi başa düşürük? Yəni, böyük ya kiçiyə qametində 2 qamet verir, böyük qameti və kiçiyə qameti. Biz bunu rahat şəkildə aydınlaşdıra bilirik. Amma homozigot olduğu zaman homozigot ya böyük ya ilə işarə olunur, ya da kiçik A, kiçik A ilə. Böyük ya da bir dənə qamet verir, o da böyük qameti və bu nəsildə parçalanma vermir. Bu nə deməkdir? Yəni, mən bu böyük qametinin hansına aid olduğunu bilmirəm. Ona görə deyir ki, nəsildə parçalanma vermir. Həmçinin kiçik A-da da bir dənə qamet verir, o da kiçik A qameti. Mən bunun hansı kiçik A-ya aid olduğunu bilmirəm. İndi, monohibrid çarpazlaşma zamanı birinci olaraq böyük ya ilə, yəni dominant homozigotlar, dominant resessivi, yəni kiçik ya çarpazlaşdırılmışdır. Nəticədə böyük ya kiçik A əmələ gəlir. Böyük ya kiçiyə necə yaranır? Böyük yadan böyük qameti yaranır, kiçik A'dan kiçik A qameti əmələ gəlir və birləşib böyük ya kiçik A əmələ gətirmiş olur. Dominant noxudda dominant rəng sarı rəngdir, resessiv gizli qalan rəng isə yaşıl rəngdir. Burada sarı rənglə yaşıl rəngin çarpazlaşmasından sarı rəng alınır. Bu nə deməkdir? Yəni, dominant əlamət üzə çıxır, resessiv əlamət isə gizli qalır. Yəni, kiçik A geni var, ancaq resessiv yəni gizli qalır. Daha sonra 2 dənə sarı rəngdə olan noxud bitkisi ilə çarpazlaşdırılır. Çarpazlaşdırdığımız zaman burada nə baş verir? Görürük ki, böyük ya kiçik A'dan 2 dənə qamet olur. Bu birisi böyük ya kiçik A'dan 2 dənə qamet əmələ gəlir və nəticədə 4 dənə fərq yaranır. Böyük ya kiçik A, 2 dənə böyük ya kiçik A'lar, bir dənə də kiçik A əmələ gəlmiş olur. Burada biz limeri, fenotip və genotip anlayışları nəzərdən keçiririk. Fenotip nədir, genotip nədir? Fenotip zamanı biz xarici görünüşünü nəzərdə tuturuq. Yəni, xarici görünüşünü nəzərə alırıq. Məsələn, böyük ya kiçik A sarı rəngdir. Çünki böyük ya geni olduğu üçün dominant əlamət üzə çıxır. Burada da yenə böyük ya olduğu üçün burada sarı rəng üzə çıxır. Çarpazlaşma nəticəsində böyük ya yaranır. Yenə dominant əlamət olduğu üçün yenə sarı rəngdə olur. Böyük ya kiçik ya, bu da yenə dominant əlamət. Yəni böyük ya burada olduğu üçün yenə sarı rəngdə olur. Bir dənə də kiçik ya əmələ gəlir. Burada isə kiçik A resessiv əlamət olduğu üçün yaşıl rəng üzə çıxmış olur.
Mən fenotip zamanı xaric görünüşünə dedim ki, baxılır. Yəni, mən baxıb görürəm ki, mənim bir dənə böyüyəm, yəni bir dənə sarı rəngim var, 2 dənə də burada sarı rəngim var. Ümumilikdə 2 dənə sarı rəngim oldu, 3 dənə. Fenotip nisbətim olur 3, yəni 3 dənə sarı rəng. Digərində isə görürəm ki, bir dənə yaşıl rəngim alındı, ona görə olur bir dənə də yaşıl rəng. Yəni, fenotip nisbətim xaric görünüşünə baxdım, sarı rəng və yaşıl rəng olaraq nə böldüm. Daha sonra gəlirəm genotip nisbəti. Genotip nədir? Genotip zamanı mən bunların daxilinə baxıram. Yəni, mənim bir dənə böyüyəm var, yazıram 1, bir dənə nə? Böyüyə. 2 dənə kiçiyəm var, yazıram 2 dənə kiçiyə, aşağıda qeyd elədim. Bir dənə də kiçiyə əmələ gəldi, burada qeyd edirəm, bir dənə kiçiyə. Yəni, fenotip nisbəti neçə oldu? 3-ün 1-ə. Genotip nisbəti neçə oldu? 1-in 2-nin 1-ə. Biz burada fenotip müxtəlifliyi və genotip müxtəlifliyi də deyirik. Bu zaman hibridlər, yəni əlamətlərin sayına əsasən bizim düsturumuz vardır. Fenotip nisbətinin, yəni fenotip müxtəlifliyi 2n düsturundan istifadə olunur. N burada əlamətlərin sayıdır. Yəni, bir əlamət mi götürülüb, 2 əlamət mi götürülüb? Buna əsasəndir. Genotip müxtəlifliyi isə 3n düsturundan istifadə olunur. Burada da yenə n əlamətlərin sayıdır. Yəni, yenə bir əlamətdirmi, 2 əlamətdirmi? Gəlin bunun doğruluğuna baxaq. Fenotip müxtəlifliyində monohibrid çarpazlaşma zamanı bir əlamət götürüldüyü üçün n'imiz 1-ə bərabər olur və 2n-də 2/1 bərabər olur 2-yə. Həqiqətən baxdıqda fenotip nisbəti necə oldu? 3-ün 1-ə, yəni 2 dənə doğrudan da ayrı-ayrı oldu. Ona görə fenotip müxtəlifliyimiz oldu 2. Genotip müxtəlifliyimizdə 3/n düsturuna əsasən yenə bir əlamət olduğu üçün 3/1, o da bərabər olur 3-ə. Həqiqətən də 1-in 2-nin 1-ə, yəni 1, bu və digəri. 3 dənə fərqli qametlər əmələ gəldiyi üçün həqiqətən də genotip müxtəlifliyimizdə belə düzgün olduğunu görmüş olduq.